demək inkar ədatı ilə bax fələn yuqbələ işlədilir və mənası da nə? Qəbul edilməyəcək və yaxud əsla qəbul edilməyəcək mənasındadır. Ali İmran 115 və mə yəf'alu min xayrin fələn yukfəru bih. Deyir, və mə yəf'alu min kim xeyr iş etsə, görərsə, o inkar edilməz. Fələn yukfəru, o inkar edilməz. Sonra burada bir qayda var. Lən ədatının kullanımında, yəni lən ədatının işlənməsində anlamı gücləndirmək üçün əbədən əsla sözündən istifadə olunur. Məsələn, lən udaxxinə əbədən. Udaxxinə siqaret çəkməkdir. Demək, mən əsla siqaret çəkməyəcəyəm. Burada əbədən nədir? Burada təkid mənasında işlənmişdir. Əssalamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuhu.